Qardaş, sənin həyatını çox qaranlıq görürəm. Qaranlıq görürsən. Mən yəqin qaranlıq dünyanın, qaranlıq aləmin adamıyam, ondan görə. Nə qara dünya? Sənin həyatın evinizdir. İşıq pulunu ödəməmisiniz, kəsiblər. Bir nəfər də görürəm, biraz belə uzun saç bir nəfər. Nə? Uzun saç? Şirin, xanım nə deyir? Uzun saç kimdir? Seriozum, mənim həyatımda bir dənə uzun saç var, o da sənsən də. Bəlkə maman deyil, mama da. Yox, mama deyil. Bu bir nəfər. Biraz da onun saqqalı var. Saqqalı var. Mamanın saqqalı yoxdur axı. Onda bəlkə Fərmanı deyil. Hə, baş hərfi F-dur. Gördün seriozum, sənə dedim Fərmandır da. Bir dənə baxa bilərsən, papağanı görə bilərsən orada. Heç sən özün onu heç vaxt görməmisən. Mən necə görə bilərəm? Xanım, mənim üçün də baxın da, maraqlı gəldi. Bacım, sənin həyatında bir imkanlı kişi görürəm, tikinti işi görürəm. Papağanı deyil də, Oqtay əmini. Yox, mən tikinti işi görürəm, alçıpan işi görürəm, asma tavan işi görürəm. O adamın yanında bir iş yeri olsaydı, gedib mən də işləyərdim. Başqa nə görürsünüz, xanım? Xanım, sizin həyatınızda bir nəfər görürəm. Aha. Çox sizə yaraşır. Boylu, buxunlu, ürəyi təmiz, işgüzar, diqqətli. Əsl sizə layiq bir nəfər görürəm. Bir də bir nəfəri görürəm. Əmdulun biridir. Çox neseryoznudur. Sənə diqqət eləmir. Maraqlanmır səninlə. Heç siz bir yerdə yaxşı bir vaxt keçirmirsiniz. Seriozum, bak işləyir, gəl bura, seriozum. Çox sağ olun, xanım. Sağ olun. Gözdə. Gördün, düz deyirdi. Mənə vaxt ayırmırsan sən. Neçə vaxtdır bunu demək istəyirəm sənə. Seriozum, sən yoldan keçənə görə niyə mənim üstümə düşmüsən? Mən belə şeylərə inanmıram. Amma sənin haqqında nə dedisə düz dedi. Əmdalı da. Yox, onu yox. Amma sən mənə vaxt ayırmırsan. Əgər elə deyilsə, bugün bütün günü bir yerdə keçirdək. Hə? Səni maraqlı məkanlara aparacağam, Şirin. Apar, amma mən dediyim yerə gedək də, mən aparım səni. Yaxşı ki, belə eləyək. Bir dəfə sən dediyin yerə gedək, bir dəfə də mən dediyim yerə. Hə, yaxşı. Razılaşdıq, gedək. Baş sponsorlar Soundride, Bizon, xüsusi sponsorlar Sleepy uşaq bezləri, New Holland traktorları, BYD Motors Baku, SAP, halallıqla ət və süd məhsulları, Green Home Construction, Bizim Ev Möbel şəhəri, 1-2 Dönər Shop. Nastya, gələ çayı iç, sən xəstəsənə tez sağal yenə. Gör, sən maraqlı şeylər danışacağım sənə. Təsəvvür elə, mən o vaxtı əslində çox yaraşıqlı olan idim. Mən indi belə yumru, balaca bir kişiyəm. Hündürboy, arıq, uzun olan vaxtlarım olub. Mən diyetə saxladım, boyum qısaldı. Hamı çəkidən apardı, mən boyumdan itirdim də. Mən bir yaraşıqlı oğlan olmuşam, Nastinka. Təsəvvür elə, İtaliyaya getmişdim. Orada nə qədər qalandan sonra gəldi o İtaliyanın o Berlusconi var. Dedi ki, qadan da sən qayıt da öz ölkənə. Qayıt, çünki bizim burada İtalyan oğlanlarını kölgədə qoyursan. Mən dedim ki, kölgədə niyə qalırlar ki? Çıxsınlar günə də. Günə gün dedilər ki. Ay Oqtaycık, ты так много говоришь, mən heç də başa düşmürəm. Yox, Nasya, mən də o boyda söhbəti sənə təzdən danışan mənəm. Ömürdən gedirik. Mən buna bax. İpli əqqabı almıram ki, hər dəfə o əqqabını bağlayanda 2-3 dəqiqə vaxt ona gedir, o da mənim ömrümdən silinir, Nasya. Oqtaycık, sənə bir dənə düşüb işim. Sən mənə indi qulaq as. Mənə 2 dənə podruqam var. Podruqa. Uy, bir dəqiqə.
Rüstəm, yada gəlsən mən demişdin, Nastya'nın padruqası var. Var özü 2 dənə var ha. Baba deyim, baba. Mən deyəcəm o bir şey eləyər ya, bir görüş təşkil eləyər. Oldu Rüstəm, o. Hə, nasıl? Demək mən düz başa düşdüm də. Sən 2 padruqan var. Yəni hamınız bilirsiniz 3 dənə padruqa. Aha. Aktayçık, indi dəlşi qulaq as. Ani mənə demişdilər ki, onların sevgilisilər onlar üçün obyekt almışdılar. Biri üçün paltar obyekti, o birisi üçün bijuteriya obyekti. İndi bir sualım çıxdı. Sən niyə mənə obyekt almırsan, a? Yox, Nastya, mən sənin üçün təşkil eləsəm ancaq qınaq obyekti təşkil eləyə bilərəm. Nə obyekt söhbətdir? Nastya, mənim o imkanım var. Aktay, əgər sən mənə obyekt almayacaqsan, sən больше məni видеть eləməyəcəksən. Понял? Nastya? Hiç görməyəcəm. Şirin, bax, mən səni olduğun kimi qəbul Reyhan edirəm. ya. Bəsdir də, mən səni olduğun kimi qəbul edirəm. Amma mənim rəfiqəm çox sual verir. Mən nə desəm sən təsdiqlə, yaxşı? Seriozum, mən nəinki sual verməkdən xoşum gəlir. Heç sual işarəsindən xoşum gəlmir. O heç baş aşağıdır, baş üstün bellədir. Yaxşı. Salam, hoş geldiniz siz. Nə deyə gəlmisiniz? Xoş xanım. Mən xoş gəlməyinə xoş gəlmişəm. Amma sən mənə nəsə xoş gəlmədin. Şirin. Şutnik вы, Mellim. Nə deyim, müəllim şut. Mən şut gəliyənəm də. Bax, mənim ağzımdan TikToka turba çəkilir. Nə demirəm söz, geri düşüb trendə TikTokda partlayır. Gedək Şirin. Deyəsən çox güldün sən. Hə, gedək seriozum. Mallam. Şirin, bax danışdığım kimi, yaxşı? Salam, hoş gəlmisiniz. Necəsiz? Sağ ol, sən necəsən? Yaxşı. Gəlmisiniz. Salam. Özümü təqdim edeyim də. Mənim adım Şirindir. Mənə Villa Şirin deyirlər. Hə, Villa Şirin deyirlər çünki Şirinin böyük villası var. Hə. Ona görə də hamı onu elə tanıyır. Mənim də adım Sevincdir. Şad oldum. Mən də rəvam. Sifarişdə verməmişik, sizi gözləyirdik. Afisant, bir dənə baxarsan. Bu nə la? Bu kimin vinetkası da var? Menyudur, menyu. Zarafat eləyir. Salam, xoş gəlmisiniz. Ata, mən 3-4 dənə iris verə bilərsən. İris, təəssüf ki, müəllim, bizdə iris olmur. Necə olmur? La, obyektin qabağına böyük hərflərlə iris yazmışsın. La, gətir ondan beri yiyim ala. Üzr istəyirəm, müəllim, siz yəqin ki, yanlış anlamısınız. O restoranımızın adı Irish Pub, İrlandiyadakı Irish Pub'un Azərbaycandakı filialıdır. Filialıdır. Hə, Şirin zarafat eləyir. Ürəyə gedir zarafat eləmək üçün. Başqa nə var maraqlı yeməklər? Mən sizə məsləhət görərdim, beef stroganoff ağız dadınıza da uyğun olar. Başa bu yemək əskərlikdədir. Bura əskərlik zaddır. O niyə familiyasını bilirsən? Şirin bu yeməyi icad eləyənin familiyasıdır. Ona görə adını qoyublar elə. Belə şey yoxdur. Biz yaşayırıq ki, adımızı yaşadaq. Bu da familiyasını yaşadı. Başqa nə var? Atan, başqa nə var? Başqa müəllim, fettuccine alfredo var. O da çox dadlı olur bizdə. O neçədir? 16 manat. Adamın sevgilisi biznesmen olanda belə olur da. Hər şeyin qiymətini maraqlanır. Ay Reyhan, əslində elə olmağı yaxşıdır da. Yoxsa ki, rəvan heç nəyin qiymətini soruşmur. Çox bəd xərclik eləyir. Atan, maraqlı nə var? Başqa bir dənə, bir-iki dənə. Başqa müəllim, Sezar salatı var müəllim, manastır var, langet var. Dinəm atam, əyr çəliyib, aralığa salıb söyürsən ha bizi ya. Şirin zarafat eləyir. Sən mənə bir sən nə ver? Bayaq dün nə? Ferrettin. Alfredo. Hə, Ayşə, Alfredo. Ondan bir dənə mənə. Mənə də zəhmət olmasa vegetarian salatı, bir də alma freşi zəhmət olmasa. Hə. Freş. Mənə də bir dənə çay freşi. Çay freşi. Hə, içməyə. Obyektləri görürsən Fərman, o tutub yanır ya. Mən Nastya'ya obyekt alıb bağışlasam gerek anamın boğazından kəsəm. Kəndə daha pul göndərməyəm. Oqtayın belə çıxmasın, sən bir ildə anavın boğazından kəsirsən də. Ay Fərman, ay mən də deyirəm ki, axırıncı o toy məclisində Manafın oxuduğu o ana muğamı mənə niyə elə təsir eləyir? Ay Oqtay, deyək ki sən bu Nastya'ya obyekti aldın, verdin. Bu 2 dənə obyekti necə işləyəcək? Bu zaryadka verəcək buna? Nə ki obyekt? İkinci obyekti hardan çıxartdın? Hansıdır o ikinci obyekt? İkinci obyekt sənsən də Oqtay'mı? Nastia sən gör neçə vaxt işlədi? Nə iş pulu verir, nə qaz pulu verir, nə su pulu verir, nə arenda. Primitikalı be səni. Sən narahat olma. Bir gün o ikinci obyekti bir vari gəlib vuracaq, qapısını da möhürləyəcək, Nastiyanı da deport eləyəcək. Görüm onda Nastiya nə eləyəcək? Gör, o tapdım. Ne kadar obyekt ha, bu güzellik salonu değil de. Necə zatı? Görün.
Qiyməti niyə yazmıyor be bu? Çox səviyyəsiz adamdır. Belə şey eləyirlər. Obyekt satıyorsan qiymətini yaz da. Bax beləsini çağırasan ofisə, üzünə söyəsən, üzünə alçaldasan. Yaz bilən bu nömrəsini. Bilmirəm. Nə? Yığ danış görə bəlkə yaxşı qiymətə verir elə bunu alaq. Ferma, sən nömrənin axıratçısından qutarmır? Sən niyə mənim ikinci nömrəmə yığırsan? Bu nömrəni sən verdin, mən də yığdım da Oktay mı? O iki nömrədir. O deyil bu da. Şey deyə bu gözəllik salonu mən bir il əvvəl qoymuşdum satışa. O da satılmadı. Elə qaldı orada yadımdan çıxdı, çıxartmadım. Onda sənin işin həll oldu Oktay mı? Bunu verin Nastya, söhbət bağlansın. Zaryatkalaşın geçsin də Oktay mı? Burada nə var ki? Ay yox, nə danışsan ay Fərman? O obyekt Mırvarının adınadır. Onu Nastya'ya versəm, Mırvarı gəlib qol çəksin. Nəzələnmə. Şirin bəy, sizin işiniz nədir? Mənim işim atam dildir. Dil kursu, hə. Hadi yəni söhbətlərə kurs oluram, dillə həll edirəm. Başa düşdün necə? Yəni dil kursunda işləyirsiniz. Yəni bu ilə də başa düşdün, dilin olmalı. Divizdə olmalısan. Çox sağ olun. Bu nədir lan? Nuş olsun. Başa düşməm. Bu dəqiqədə atam, bu boyda boş qabda bir damcı yemək, bu nədir? Bu belə olur, yandırma. Belə olur. Ay yox, mən verməşə deməmişəm axı. Bu nədir? Mənim yeməyim deyil. O sizin sifarişiniz, mən Fettuccine Alfredo. Bizimdir. Bizim zarafat elədim mən, zarafat elədim. Zarafat eləyir, nuş olsun. Reyhan, deyirəm, mama evdə də pişirir də bu verməşildən də yeyirik də, belə adi bir şeydir. Burada bunun qiyməti niyə 16 manat? Şirin bəsdir də, İtalyan yeməyidir. Rəvanla danış da, bir söhbət elə, ailəvi dost olacağıq. Yaxşı. Atam, sən nə ilə məşğulsan? Mən Doramation Logistika və İnşu şirkətlərinin CEO-su, founderiyəm. Vay. Bəs ora qeybimizə çıxırsan, ha? Necə qeyb qeysən, uzaq deyil. Bir də mamada zəng edirəm, söz söyməyir də bir dənə danışmıram. Hə, mama, giyinmişəm də, mama, atdan giyinmişəm, narahat olma, sonra yaxşı, mama, narahat olma. Hə. Mən mama ilə danışa çıxıram aradan, sənə yaxşı yer aparacam, bundan da yaxşı yer aparacam. Gəl dalımca. Hə. Yox, mama. Yox, bildi mi? Bilsən necədir? Oktay, sən iş görüşünü, sevdiğin, görüşdüyün qızla görüşü, bir də evdəki Mirvari ilə olan xüsusi görüşü, üçünü bir yerə salıb vəziyyətdən çıxmağı bacaran adamsan. Bir dənə Mirvari yola gətirmək sənin üçün nədir ki? Şirin, hara gedirik, hara aparırsan məni? Gül kimi oturmuşduq da. Siryazım, sən bir dənə restorana aparam. Ürəyin geyəcək oraya çıxın. Şimdi bax da. Gör necə. Şirin, bu bizim xəyalımızdakı maşın deyil. Hələ də Siryazım, BYD də bizə yoldan danış. BYD. Yox, Şirin, BYD yəni Build Your Dreams deməkdir. Siryazım, bu maşın bizim xəyalımızdakı maşındır, düzdürmürəm. Mən eləyəcəm ki, maşın bizə qismət olur. O söz var, xalqın uşağı BYD aldı özünü tutdu. Mən də həmin o xalqın uşağı olacam. Tir qoluma. Getdi. Çox qəşəngdir axı. Qəşəng də, alacam. Ay Oktay, evimizə qonaq gəlir. Bəs mənə niyə demirsən evləri gül kimi təmizləyim? Yox, Mirvari. Evləri mən təmizləmişəm hamısını. Bunları da mən düzəltmişəm. Ay Oktay, sən belə romantik deyildin axı. Nə danışsan Mirvari? Mən həmişə romantik olmuşam. Həm də kişilərdə 50 yaşdan sonra bir təzyiqli, bir romantikadır, qalxır. Bu dəqiqə mənim romantikamı yoxlasalar, bilsən necə qalxır? Gəlib mənə təcili yardım aparsınlar. Həm də ki, mən elə zamanında sənə necə romantik baxırdımsa, elə indi də elə baxıram ha. Ürəyi görsən gözümdən. O mən gözümdən ürək çıxardanda Mirvari, o WhatsAppdakı gözündən ürək çıxan smaylik hələ yox idi ha. Cavanlıq dedin, cavanlığımız yadıma düşdü. Yadındadır. Mənə demişdi ki, çıx balkona. Küçədə nə bobujlar var, hamısını yığıb onlardan səni sevirəm sözünü düzəltmişdi. Mirvari, onlar hamısı mənim qohumlarım idi.
Nə bu? M hərfi atam idi də. Bəs sən hansıydın? İ'nin başı. İ'nin üstündə nöqtə yoxdur. O nöqtə mən idim də, Mirvarı. İ demişkən Mirvarı. İmza yadımızdan çıxmasın. Gəl sən bir dənə buna qola çək. Mən o gözəllik salonunu aparım banka qoyum. Oradan pul götürüb yeni biznes quracağam. Mirvarı. Yox da nə imza ata bilmərəm. Mən onu qara gün üçün saxlamışam. Pulumuz qutaranda onu satıb Slipi alacağam. Mirvarı, elə mən də o Slipiyə görə satıram da. Slipi biznesinə girişirəm. Tırlarla Slipi gətirəcəm. Mirvarı, qol çək. Doğrudan deyirsən? Ver onda qol çəkim də. Nə deyirəm ki? Mirvari, bu qapı niyə bağlıdır? Tez aç görüm. Birinci tırdı. Gəldi qapıya dirəndə o şey. Mirvarı, sən ona fikir vermə. O döyüb gedəcək. Sən imzala, hə. Biznes çəkdiyi xoşlayır, uzatma. Açmasan, buraları tamam zibiliyəcəm. Eşidirsən məni? Aç da qapını. Ay yox da. Qoy mən gedim, qara günə qoyar evi. Qoy gedim. Şirin, sən məni bura necə gətirdin? Necə oturursunuz burada? Seriozum. Evdə arvadlarından bezən kişilər var ha. Hamısı buraya gəlir. Başını götürür gəlir bura. Gəlib burada hirslərini soyudurlar, sonra qayıdıb gedirlər evə. Ala bura, bilsən nə qədər ailənin dağılmağın qarşısını alır. Terapiya deyə bura, terapiya. Burada sən nə söhbətlər gedir? Nə söhbətlər gedir ki? O da show business, futbol söhbətləri. Hava haqqında söhbətlər birinci burada gedir, sonra saytlara gəlir. Bu şey var ha, Hidayət Heydarov, Olimpiya çempionu. Yadımda deyil. O hələ elan verməmişdilər bu çempionu. Həri. Biz yarım saat qabaq bilirdik. Sonra televizor açdıq, gördük çempionu. Araqdan başqa bütün içkilərə bahalı içki deyən Şirin. Bu nə görüntüdür belə pis çıxmasın? Ha, Fərman. Biz cibimizə görə içirik. Şəkil çəkdirib paylaşmaq üçün içmirik. Dayan. Bu getdi TikToka. Amma Fərman, sənin yerini udat edirəm. Sən mumla, blokda pilləkəndən düşən Krisi oxşayırsan. Normal danış. Reyhan, sən nə edirsən burada? Bura zaryatka verirsən mən? Şirin məni həmişə oturduğu çayxanaya gətirib. Reyhan, dur gedək evə. Sən belə yerlərə layiq qız deyirsən. Dur. Belə yerlərə zaryatka verməz sənə. Dur. Fərman, amma mənim buradan xoşum gəldi. Çay içdik, söhbət elədik. Hər kəs çox səmimidir. Şiş qoşanı əllərində öldürdüm. Mən burada xoşum gəlir. Sən burada nə edirsən? Fərman, ya öz xoşunla çıxıb gedirsən, ya da sağlam sənin kuxunaya nəqazət edirəm. Hələ yaxşı, əlsiz danış, hələ gedirəm. Deməli, atın yanına bağlayanda belə olurmuş. Sən elə bilər səndən qorxub gəlirəm. Reyhan yanında səndən sporlaşmaq istəmirəm, başa düşdün ha? Qudlaq qaqaşam. Nə dedi, laq? Mən laq çəkmişəm. Yox. Nə deyir, qudlaq deyir ama mənə. Şirin, sakitləş. İngiliscə dedi də, good luck. Yəni, uğur olsun. Udullaq, davay ala. Çəngəllə də götürmək olur onu. Mirvari, məni başa sal görüm bu nə məsələdir. Oqtay niyə durduğu yerdə belə gözəl bir süfrə açıb, ha? Durduğu yerdə niyə? Sevir də məni. Burada təəccüblü nə var ki? Nə sevir, ha? Oqtay birdən ikdən belə şey eləyəndir. Təəccüblənərəm də. Bu bilirsən nəyə bənzəyir? Elə bil ki, axşam saat 7-də Koroğludan keçirsən nəyə? Dərnəgülə tərəf. Bax, belə gedirsən, görürsən, yollar bomboşdur. Sevinirsən, lap şoka düşürsən, deyirsən nə yaxşı. Elə ki, biraz qabağa gedirsən, girirsən Çermet mostuna. Görürsən, bax, belədir, belə. Bax, mən o Çermet mostunu axtarıram. Ay Mətiş, heç nə olmayıb. Oqtay məni sevir. Ona görə qayğıma qalır. Yaxşı da, sevir. Nə sevirək? Mən 38 dənə ailə dağılma prosesində müstəsna rolu olan adamam. Ya mənə deyirsən ki, Oqtay niyə belə bir süfrə açıb, ya da ki, ayaqqabılarını geyinib bütün otaqları gəzirəm. Yaxşı. Deməli, bizim bir gözəllik salonumuz var. Oqtay banka qoyub pul götürüb biznes qurmaq istəyir. Nə? Tüpboysan, tüpboy. Ay qız, sən çox yaxşı adamsan Mirvari. Sevin ki, mənim kimi gözü açan bir budam var. Mən bir dənə seriala baxıram. Serial deyil, baldır. Elə birinci seriyanın 3-cü dəqiqəsində arvadının adını olan obyekti saxladığının adına keçirir. Elə şey olur, Mətiş. Niyə olmur? Elə deyirsən ki, belə baxırsan tüpboy kimi. Olur. Cəmaət bu cür senari ilə 10 il serial çəkir. Baxı, necəsən? İşlər necə gedir? Ala, işlər heç nə.
bütün gün işləyən mən, maşın sürən mən, qazanan şirkət. Olmur belə. Ha, sən bilmirsən ki, belə şirkətlərdə qazancı olmayacaq. Ha, orada ancaq şirkətin adı yaşıl deyə sürücülərə yaşıl işıq yoxdur. Gəl sənin düzəldim Yanqon rəsmi tərəfdaşı Sandurayda kakraz maşınında var. Ayda 1000 manat minimum gəlirdi, çaqquşqun da öz yerində. Reklamı yapışdır, partlat getsin də qaqaşı. Ala qoş da. Ablan sistemli bir şeydir. Sürücüyə də dəyər vermirlər. Qoş mənə ora. Qoş. Ha, indiki zaman nə bilsən necədir? O çayxanada domino oynayanda 2 nəfər para gözləyir, ki, kim udursa girsinlər onun yerinə oynasınlar. Bax, o gözləyənlər beşarcılıqdan gedib taksi park açıblar. Gəqədə sənə indi əsl şirkəti göstərəcəm qardaş. Gedək. Getdik. Gedək. Düşdü ancaq. Baş sponsor Soundtrite. Uşaqlar, gəlin görək. Bu axşama doğru neyinirik? Belə həftə sonudur, bir əylənmək lazımdır. Alab, əylənmək də bacarmırıq qaqaşım. Fərman bəy, mən gözəl bir kafe tanıyıram. Ora gedək axşam onu oynayaq. Fərman bəyim, gəl başla deyə bu, ona nə deyə, ala? Sən nə danışığı bilirsən, nə yerişi bilirsən, nə kimlə nə danışdığını bilirsən. Onu oynayan vaxtımızdır bizim. Ha, qaqaşım? Fərman bəyim, tapdım. Olma belə. Alam onu. Onda gedək domino çırpaq. Bir nəfər də tapaq, para-paraya 101 oynayaq. Oynaya bilməsən, dominonun yerinə səni çırpacam, ha. Sən də bunu vermə də buna. Bunu buna vermə də. Gördün indi bu oturdu. Söh, uşaqlar, davay, bir verir, gəlirik. Baş sponsor Bizon. Oxtayımı deyirəm, yaxşı elədin ha bu New Holland almaqla. Gündəlik pulubu qazanırsan. Belə Fərman, New Holland ayrı texnikadır. Bax təsəvvür elə bunun kondisioneri də var, peçi də var. Ona görə yay qış yanmadan işləyir, öz pulunu çıxardıb, öz kreditini ödəyir. İşçi də razı, mən də razı. Oxtayımı, bir də bilsən sən nə yaxşı elədin. Reyhanı şirinə verməmək üçün bomba bəhanə elədin ki, biz tərəfdə traktor olmayana qız vermirik. Nə bəhanə Fərman? Biz tərəflərdə həqiqətən də traktoru olmayana qız vermirlər. Bu sənə də aid da. Oqtaymi, papanın kartı blokda deyil, mən bu vəziyyətdə traktoru necə alım? Sən papanın kartına blokda soyuq dəyəcək, Fərman. Ona deyilən qalxsın evə də. Mən sənə başa salım da nə təhər almaq olur New Hollandı. Gedirsən, faizsiz leasinglə New Hollandı alırsan. Get, al, sonra gəl Reyhanı da al. Xüsusi sponsor New Holland traktorları. Gəl mənə çəkmə belə. Çəkdim. Gəl belə. Əla. Xosu bəs də qutar da da. Bayaqdır 50 dənə şəkil çəkdim. Qutar da da bəs də. Bir dənə motorla çəkdim, mən olma. Gücsən sən. Bir dənə o qalmışdı motorun altına şəkil çəkdirəsən. Qutar da bəs. Qaqa, bir dənə olarsan. Buyurun. Qaqa, imkan var bu kapotu açsın, motoru çıxardım, şəkil çəkdim motorla. Xeyr, motorunu sizə verə bilmərik. Amma maşın haqqında məlumat sizə deyə bilərik. Xoşuma gəldi, qəşəng. Verin qaqa, məlumatı verin. Qiyməti 57.800 manatdır. Xoşuma gəldi. Baxın, su. Qəşəng, demən şəkilləri atırsan nənəmə. Nənəmə niyə ala? Gücsən sən, nənə şəkil çəkdirirsən sən. Nənəm deyir, mən evlənməm də evlənmirəm. Deyirəm, mənim istədiyim var. Nənəm də inanmır. Deyir, şəkil çək göndər mənə. Mən də ki, qaqa, ölürəm də bu BYD Sims 07 var ama, o mənim ürəyimdə. Xüsusi sponsor BYD Motors Baku. Şirin, mama qurban. Bax, gedərsən Oqtayın yanına. Deyərsən ki, Reyhana cehizlik mebel alanda bu açılıb bağlanan divandan mütləq alsın. Yaxşı? Mama, sən açılıb bağlanan divanı neyinsən, hə? Sən bilmirsən ki, bizim aləmdə bağlamağa pis baxırlar? Oğlum, mənə sizin aləm maraqlı deyil. Mənə bizim ev maraqlıdır. Amma yaxşı da, nə vaxtdan bizim ev sənə maraqlı olub, Mən bizim evi demirəm, Bizim ev mebel şəhərini deyirəm. Bax, bu divandan mütləq olmalıdır, eşidirsən. Bax, sabah bir gün toyunuz oldu. Reyhandan sənin. Reyhan gəlin köçdü bizə. Necə olacaq? Sən ayım mamacan, özü fikirləşsənə, sonra harı yatacaqsan. Hə, ona görə açılıb bağlanan divan istəyirsən. Yaxşı mı, yaxşı? Ay oğlum, mən nə vaxt özüm düşünmüşəm ki, mən özümə görə demirəm ki, sizə görə deyirəm. Mən özüm Reyhanın bizim ev mebel şəhərindən aldığı kravatda yatacam. Siz bu divanda yatacaqsınız. Amma yaxşı da olmadı ki, ya. Xüsusi sponsor Bizim Ev Mebel Şəhəri. Gözüm, bax biz indi danışırıq, gülürük, sənin nazımı çəkirəm zat, onlar öz yerində.
Amma evlənəndən sonra mənə demə ki, sənin belə xasiyyətin var imiş, mən bilməmişəm. O sözü mənə demə ya. Şirin, mən səni uşaqlıqdan tanıyıram. Bilmədiyim nə xasiyyətin var ki? Çox şey. Yəni, sən bilsən də mən çox dözümlü oğlanam. Bir dəfə 40 qəpiyə görə məni səhərin axşama kimi saxlamışlar, yadımda qaçırmışlar məni. Yəni, ona dözdüm. Amma mənim aclığa dözümüm yoxdur. Yəni, mən evə gəldim, görürsəm ki, süfrədə yemək yoxdur. Mənə yemək hazırlamamısan. Hə, neyəcəksən? Neyniyəcəm ki? Reyhanıma sab kalbasası doğrayacaqdım. İkimiz də yiyəcəkdik. Şirin, bilmədiyim başqa hansısa xasiyyətin var? Var Reyhanım, sab kalbasadan mən heç vaxt doymuram. Bax, sənə deyirəm, mən nə vaxt evə gəldim, stolun üstündə sab kalbasası. Xüsusi sponsor Sab halallıqla ət və süd məhsulları. Aktay, sroçna. Mənə 1000 manat lazımdır. Ver, sroçna. Sən elə bil bank kartısı al, mən də bankamatam. Ne problemi? Onsuz da sən görəndə mən pul verməyim tökülür. Amma bilin də nəyə verirəm də bu pulu. Mənə bacım var, onda da körpə uşaq var. O ağlayır. Bu şimdi mən nyanka axtarıram. Ne nyanka, ne dayı? O uşağı özüm yatızdıracağım. Necə yəni? Nyanka ilə işləyirsən? Ne de, mən nyanka döyürəm, Natya. Amma Sleepy o uşağı yatışdıracaq. Sən bu Sleepy bezlərini apar ver barzına. O uşaq Sleepy bezi geyinən kimi o dəqiqə rahatlaşıb yatacaq. Bilirsən niyə? Çünki Sleepy uşaq bezləri uşaqlara səpki, allergiya, pişməcə və heç bir narahatlıq vermir. Xüsusi sponsor Sleepy uşaq bezləri. Ay mama, bu yemeğin oldu, ver yiyeyim de öldüm axacından. Oğlum biraz səbirli ol da, az qalıb, pişir. Mən bayaqdan az qalıb pişir. O otaqda getdim, qazın pulunu verdim 2 dəfəyə. Ver də bunu da. Ya nə oldu ya, bu 3 saatı bu yemək pişmədi. Biz söhbətə getmədik yaxı. Samanatına demirsən ki, yemək yiyib gəlirəm. Ana, yemək pişmir də, amma yemək pişirəmir bayaqdan. Gedib o 1973-cü ilin o pesatda ətləri var ha. Onu alıb getirib, onu qaynadır. Ət pişmir. Pişmir. Nə? Lap yaxşı. Sən dönər yiyib, bir şey dönər. Gələ, bax. Bir şey. Bu neydi ala, dada bax. Gedəm bilərik söhbətə. Gedək, mənə bax. Bəlkə bundan 2 dənə də sifariş verək, yeyək. Bəs soruşsalar, haradaydınız, niyə gəlmədiniz, nə deyək? Ana, heç soğuz da hamı bilir ki, 1-2 dönərin dadından doymaq olmur. Yedik, bir dənə də istəyək. Bomba variantı, onu da sifariş elə. Qoyayım bir dənə. Şirin, mama qurban, yemək hazırdı, gətirin. Mama daha lazım olmadı. 1-2 dənə yedik. Yenə deyək. Xüsusi sponsor 1-2 dönər. Mən indiyə qədər çox adamın ağzının payını vermişəm. Elə olub ki, ailə dağıtmağa qədər gedib çıxmışam. Kim mənə pislik eləsə, o dəqiqə keçirəm iş başına. Qəşəngdir. Mətüş xala, neynirsiz ki? Ay qız, sən elə çox şeyləri bilmirsən də. Hələ bir Şirindən evlən, bizə gəlin gəl. Gör sənə nə sözlər deyəcəm, nə sirlər verəcəm. Günlərlə ağzın açıq qalacaq, Reyhan, bax, bu yağı götür. Mənim düşmənim çoxdur, Reyhan. Evlənən kimi, bax bu yağı bu evin hər tərəfinə çək. O yağdan sonra sizə heç nə olan deyil. Mətüş xala, bu evi, yəni Şirinlə qalacağımız evi papa özü tikdirib. Öz şirkətinə, Green Home şirkətinə. Bilirsən də, indi şəhərdə ən möhkəm, ən dözümlü evləri Green Home şirkəti tikir. Green Home tikibsə, sizə qorxu yoxdur. Hər şey gözəl olacaq. O yağı mənə ver. Öz evimizə 2-ci sloy çəkəcəm. Xüsusi sponsor Green Home Construction. Siriyozum, deyirəm, siz də gəlib buradan alış-veriş edirsiniz, bizim ev mebel şəhərindən. Hə də Şirin, hər kəs buradan alış-veriş eləyir də. Mən də öz evimə buradan alış-veriş eləyəcəm. Ay da Şirin, təsəvvür eləyirsən, belə bir divanımız var. Çay tökürəm, otururuq, televizora baxırıq. Ay da nə yaxşı olur. Siriyozum, biz ömrü boyu divanda oturub televizora baxmamışıq. Yəni bizdə televizor söhbəti problem olub. Yəni heç yadımdan çıxmaz. Bir dəfə biz divanı satdıq, televizor aldıq. Ayaq üstə baxırdıq televizora. Sonra biraz keçdik, televizor satdıq, divan aldıq. Təzədən onu satdıq, onu aldıq. Yəni qarma qarışıq olub da, bildiniz. Yəni ikisi bir yerdə olmayıb televizorla divan. Yaxşı da Şirin, hamı bildi ki, sən az təminatlı ailədənsən. Yaxşı, sakitləş. Siriyozum, o sizin aləmdə elə deyilir, az təminatlı. Bizim aləmdə biz kasıbıq, başa düşün. Yəni kasıblıq bizim alnımıza yazılır. Şirin, nəysə, nə qəşəng divandır. Xanım, bir dəqiqə olar siz
sizi. Xanıma necə? Salam, xoş gəlmisiniz. Salam. Buyurun. Salam. Xanım, bu divan açılıb bağlanandır. Bəli, açılıb bağlanır. Spinkalar açılır arxaya, tək nəfərli yataq olur. Bir qədər xanım açılıb bağlanan deyəndə ki, bizim aləmdə açılıb bağlanan bir qapıdır, bir də söhbət. Yəni onu da bağladıqsa bu heç vaxt açılmır. Başa düşdünüz necə? Yəni Şirin yaxşıdır. Xanım göstərə bilərsiniz necə Bəli, açılır? təbii ki, göstərə bilərəm. Buyurun. açılıb bağlanan. Mən bilmirəm. Nə maraqlı. Şirin xoşuma gəldi. Yaxşıdır, yaxşıdır. Çox sağ olun xanım. Siz də sağ olun, buyurun. Sağ olun xanım, sağ olun. Nastinka, ты mой zayçık. O obyekti verdim də, o gözəllik salonu sənindir. Nə istəyirsən, o xoş deli də. İstəsən lap mən də gələrəm hərdən, məni də bəzəyərsən. Refle nədir? Ay, özüm bil də bu baş sənindir. Baş nədir? Sənə mənim evim qurbandır. Mənim evim kimi istəyirsiniz. Eləyərik, mən Green Home şirkəti olaraq inanın ki, özümə də ev tikəndə kvadratı 800 manatdan başlayan qiymətlərlə tikmişəm. Eskiz layihəni də özümə hədiyyə eləmişəm. Bağ evi kimi istəyirsiniz. Mənim bağım Afreyndir, siz də elə istəyirsiniz də yəqin ki. Olsun, mən sizə bağınızı Afreyn kimi tikərəm. Sağ olun, da sizdən. Mırvarı, bura qol çək. Çəkmirəm. Bu da o deyir, nikah masasında başımı anlattın, imzalatdırdın mənə. Çəkmirəm. Bu şeylə qol çəkmə. Əmir var, işimiz var, gücümüz var. Sən bana qol çəkinə gedək, həll eləyək də bu bütün məsələlər qutarsın, geçsin. Əmir var, qol çək. Ürəyim belə istəyir. Dedim ki, çəkmirəm. Vəssalam. Əmir var, sən ürəyin istəsin Sleepy salfetkası, sən ürəyin istəsin məndən paraşok, qabyan, bu şeylər istəməsin. Əmir var, sən qol çək də, qol çək. O obyekti özüm işlədəcəyəm. Çəkmirəm. Bilirsən necə? Açığı bu maşından məndə 10 dənə olub. Alıb vermişəm Soundride'a. İnanırsan o şey 5 maşının pulunu çıxartmışam. Ha belə. Tamam, salamət. Şirin. Gözüm tipən özü varlı göstər. Mən də ona görə belə danışıram da. Of, Şirin. Mənə bax, bura xoşuma gəldi. Burada nə yeyəcəyik ki? Nə yeyəcəyik? Sən buna hələ belə bilməyək. Burada sən nə qədər oğlanlar universitetə girir. Necə yəni? Gəl bura, qalx bura. Salam. Bax, bu nədir? Kitabın vərəqi. Deməli, neymişsən? Bax, onu belə pükürsən. Gələm, onu verəm sənə bax. Burada da cəmaət gəlir, bunu alır. Burada yeyə, o kitabın vərəqlərindəki yazıları oxuyur. Burada millət gəlib pirəşki yiyib, gəlib imtahan verib, universitetə giriblər. Medinstitutə girən ki, politexnikə girən ki, qırığı ne? Şirin, bu tomat sosu da, hə? Tomat sosu? Deyələ, birinci dəfə də işləm kimsə buna tomat sosu desin. Amma biri ajika deyir. Məsələn, mən bir dənə dostum var, buna ajika deyir. Belə danışır, hə. Ye, batır ye. Bax bir dənə dadına. Əladır. Amma Şirin, bu piraşki deyil, bunun adı ponçikdir. Bax, içində kartoşkası da yoxdur. Yoxdur, sən bunu varmış kimi apardı özü bir də. Bax, həyatda da şeylər var ki, yoxdur, amma o varlığına görə həmişə hiss elətdirəsən. Məsələn, mənim atam yoxdur. Amma mən heç vaxt hiss elətdirməmişəm ki, mənim atam yoxdur. Hələ varmış kimi qalır. Mənə bilir, bildin necə? Başa düşdüm. Özü mənə bax, bu pirəşki arıqladır ha. Bilirsən, nə qədər qızlar gəlib buradan pirəşki yiyib arıqlayır? Necə? Bunu yeyirsən, pirəşkini. Sonra 5 gün ürəyin heç istəmir. Başa düşün, arıqlayırsan. Amma doğrudan çox dadlıdır. Çox dadlıdır. Əladır. Bax, burada qutablar da var. Göy qutabı, nə bilim, qarın qutabı, ət qutabı, birini. Mən ət yemirəm, bilirsən də, amma göy qutabı yeyərəm, dadına baxaram. Mən də yeyərəm. Bir-iki də elə də onunla. Hansısa özünə hörmət qoymayan, abır həyasını qət-qəzə salıpanın içində saxlayan, şəxsiyyət vəsiqəsindəki o qadın sözünə hörmət eləməyən, adını zərif məxluq qoyub, zərif maşenlikliklə məşğul olan, ailə dağıtmağı şərəfli iş bilən, koyta ifritə bir qadın mirvarin başını doldurub qoymur sənə də qol çəkməyə. Oktay, tanımadığın qadın haqqında elə danışma. Bəlkə o qadın hansısa bir yaxşı kişinin arvadıdır. Yox, Mətiş. Bəlkə də hansısa yaxşı bir oğlanın anasıdır. Bu Mətiş yoxdur. Belə hərəkət edən qadının nəinki ailəsində, nəslində yaxşı oğlan ola bilməz. Başa düşürsən? Deyirəm, ay Mətiş,
Sən özün lazım olanda dünya görmüş qadın ola bilirsən. Yəni xodda bu şirin dilini işə sal, Mirvarini yola gətir, qoy bu sənə də qol çəksin də. Nə? Sən deyəsən məni hansısa abır həyasını işlətməyib, qəddəzə salafanda saxlayan, şəxsiyyət vəsiqəsində yazılan qadın adına hörmət eləməyən, adını zərif qadın qoyub zərif maşenniklik eləyən, ailə dağıtmağı şərəfli iş hesab eləyən, qoyda ifritə bir qadına səhv salırsan, hə? Mirvari mənim qabağıma yemək qoyub. Mən onu aldadıb sənədə imza attıra bilmərəm. Sağ əli ilə qol çəkdirim, yoxsa sol? Hər ehtimalı sənkisi ilə də qol çəkdir. Ver. Yox, az qala pulu verirdi sən. Какой-то ifritə bir qadın. Seriozum, bura necədir? Hə? Oturaq burada. Şirin, sakit ol. Burada qışqırmaq olmaz. Bura bu kafedir. Cəmaət burada kitab oxuyur, mütaliə eləyir. Mütaliə? Mütaliə mənim bibimdir. Cəmaət mənim bibimə neynir? Mənim bibimə heç kim etçəniyə bilməz. Şirin, gəl bura. Mənim bibimin adını heç kim çəkə bilməz. Bildiniz? Şirin, sakit ol. Otur. Afsat var burada. Afsat. Şirin, sakit ol. Sən nədən qorxursan? Kimdən qorxursan? Nə baxsan la? Bundan qorxursan? Yan oğlum. Sağ olasın. Sən bura zapret qoymuşsan səsküyə? Mən burada kitab oxuyuram. Mən heç nə deməmişəm. Ay, sabah belə ağıllı. Всё, zadnidir bu. Keyf eləyin, qışqırın, mahnı oxuyun. Gəl. Sən bundan götürün. Oxu, alim olacaqsan, oxu. Keyf eləyin. Mənə bax, bəlkə yeməyi yiyək, hə? Şirin, sakit ol. Yemək var burada. Hə? Piləşki var. Ay, Şirin. Geçin. Əziz və hörmətli izləyicilər, gördüyünüz kimi biz möhtəşəm, əvəz olunmaz, təmizliyiyle Guinness'in rekorlar kitabına düşən Mirvari xanımın evindeyik. Mirvari xanım, necəsiniz? Özünüzü necə hiss edirsiniz, hə? Bizim evə ayaqqabı ilə girmək olmaz, başımız xarab olur. Mirvari xanım, mən deyirəm ki, siz Guinness'in rekorlar kitabına düşmüşsünüz, amma siz məni içəri girməyə qoymursunuz. Məni o kitaba çox salmaq istəyiblər, üstü tozlu deyə mən girməmişəm. Nə sözünüz varsa tez bazar deyin, çıxın, mən buraları silin. Belə şey olmaz Mirvari xanım, onda icazə verin sizə mükafatları təqdim eləyək. Siz Sleepy'nin məhsullarını qazanmışsınız. Buyurun. Mirvari xanım, tamaşaçılara maraqlıdır ki, necə oldu ki siz belə təmizkar oldunuz? Bilirsiniz, bu bizdə irsidir. Mənim ulu nənəm, o yumurtadan düzəlmiş Şəki xan sarayı var, onun yumurtalarının qabıqlarını silib. Hə. Oo, möhtəşəm. Yadıma düşmüşkən, siz bir dənə sənəd var, ona qol çəkin. Biz bilək ki, sizi rekordçu kimi rəsmi qeydə almışıq. Ay, nə yaxşı, çox sağ olun. Buyurun. Bura ayın tarixində yazın. Çox sağ olun. İstəyirsiniz, həmən o nənəmin şəkili qalıb məndə. Gətirim, siz də görün. Hələ buradasınız siz. Getirin. Amma ayaqqabı ilə girməyin də evə, gətirirəm. Yox. Sən nə baxsın, söndürdün kameranı. Oktay, sənin sənədinə qol çəkildi. Hər şey hazırdır. Mən deyə belə danışıram. Oktay, sənin sənədinə qol çəkildi. Hər şey hazırdır. Gəl gedək. Mirvari ortalığa salıb ikimizi təmizləyəcək. Tez ol, pişka varma. Tez ol. Bir daha bu sakit olun, mama zəng eləyir. Hə, mama. Operatora. Mədəniyyətsiz. 20 manat ver, yola sal. Mədəniyyətsiz özün sən, ha? Mədəniyyətsiz sənsən. İctimai yerdə özünü apara bilmirsən. Mama, 50 qəpik ver, yola sal. 50 qəpik, avtobus pulu, hə, tamam. Sən məni tanıyırsan, mənimlə belə danışsan. Mədəniyyətsiz özünsən, bildin? Qışqırmağına bax, bunun elə bir dağ başındadır. Yaxşı, bəsdirin. Xanım, çox üzr istəyirəm. Mama, yola sal da, özün yola sal. Yaxşı, tamam. Nə
Nə deyirsən ha? Mən tanıyırsan mən kimə? Sən bilsən nə eləyərəm? Bayaqdan sən baxıram, heç stolda çıxan be, üydürsən hamısını. Tərbiyəsiz. O saat bilinir ki, bir dənə də kitab oxumamısan. Gör sənin oxuduğun nə də? Yeməkdən nə boyda olmuşsan, özə bax bir. Bu nəriyə kitabıdır? Combul pişi yoxşuysan, Mən Miguel de Cervantes oxuyuram. Servant? Bizdə servant dolu deyil kitabla. Hələ servant qabağa gəlməmək üçün altdan da kitab qoymuşum. Şirin bəsdir. Bəsdir də hər yerdə mən biabır eləyirsən. Bax, restoranda biabır eləmisən, burada biabır elədin. Nə olardı ki, bir kitab oxuyasan? Nə olardı ki, klassik musiqiyə qulaq asasan? Nə olardı ki, bir film izləyəsən? Düz deyir də. Xanım, özünüzə necə yaraşdırırsınız bunu? Bir dəqiqə deyən onun qurban ol. Mənim üçün kitab oxuyan olublar. Burada oxuduğumuz kitablar, baxdığımız filmlər, hamısı mənim həyatımdan yazılıb çəkilib. O filmlərə bax, sizə hansısa bir kasıbdır, bəxti gətirmir, yazıqdır. Düz sizə vay. Niyə mən həyatı belədir? Mən o həyatı yaşamışam. Reyhan, sən elə bilsən, mən kefimdən kitab oxumamışam. Mən ömrü boyu işlib pulu qazanmışam. Xahiş edirəm, məni dəyişdirməyə çalışma. Mən necə varamsa mənə elə qəbul elə. Ya da xoşbəxt ol. Hara gedirsən? Kitab oxurlar mənim üçün. Hamısı mənim həyatımdır. Hamısı. Mətiş, sən ki Mirvarini yola gətirib, bax bu sənədə qol çəkdirib, obyektin Asiyanın adına keçirə bildinsə, bax buna görə səni mükafatlandıracaq. Yox Oktay, day heç nə istəmirəm. Mənə pul verdin də. Yo, o pul halal zəhmət haqqındır. Mükafat ayrıdır, ayrı. Ayrıdır, nədir? Mətiş, sənin adını bundan sonra telefonumda elə Mətiş yazacağam. Başa düşmədim. Bəs əvvəllər nə yazırdın? Deyirəm, bu köhnə söhbətləri də qaşıyıb qanımızı qaraltmayaq, Mətiş. Zarabat eləyirəm. Bilirsən mükafat nədir? Bax, bu New Holland traktoru var ha. Bunu verirəm sənə, işdə günə ən azı 500 manat qazanacaqsan. Sonra da gəl bölüşək də. Doğrudan, dəli olmuşsan Oktay. Bu New Holland traktorlarını 60 aylıq faizsiz lizinqlə almaq olur. Elə gedib özüm alaram da, qazanaram da. Day səndən niyə böyle? Oktay! Hacı! Mənə 30 min dolg есть. То, что ты мне объект купил, я уже его не хочу. 30 min nədir? İstəyirsən lap 50 min qazan da. Halalalal quşun. Ay Oktay, sən nədən aşırsın? Mən sənə o bir şey deyirəm. Oktay, deyir ki, obyektə 30 min borcum var. İstəmirəm obyekti. Sən nə deyirsən? 30 min məni qaldı boynum. Səni boynum? Aha. Məni də öyle. Məni də işi çıxdı, getdi. Şirin! Şirin, qulaq as mənə. Bilirsən, bəzən qəlbimizin yükü ağlımızdan daha ağır olur. Mən sənə belə eləməklə ən böyük ziyanı özümə vurdum. Ona görə məni bağışla. Yaxşı, mən səni olduğun kimi sevirəm. Çox sevirəm, hər halınla. Gedək pirəşki yeyək. Şirin bəsdir. Yey. Gedək. The Bricks.